Bizdə ikinci günümüz. Nə ölçməkdə la? Oğlanıq hala. Oğlan. Otelimiz yaxında olduğu üçün biz deməli hal-hazırda şəhərin mərkəzindəyik. Mərkəzi küçələrindən biri olan Rustavelli küçəsinə qalxırıq hal-hazırda. İndi gedirik səhər yeməyi yeməyə. Görək Əflatundan nə yer tapacağıq, oturacağıq yeməyə. Yəni ağlımızda hal-hazırda heç bir planımız, fikrimiz yoxdur. Belə gedirik də. Yol bizə hara aparsa biz də ora. Yol bizi Rustavel yapardı. Ne burada kelime oyunu yapıyorsun? Belə Əflatunun burada tanışları var idi. BMW klubun Gürcüstan əsas yaradan şəxslə Əflatun nəsə tanışlığı var idi. Ona görə də bu günləri yanımızda belə bir 5-ci seriya 39 bir touring maşınımız var. Və bunun da yanında nə var? Əsas sizə onu göstərim. Bunun yanında da belə bir 36 M3 var. Yəni özü sonradan yığılma deyildi. Yəni əvvəldən M seriya olub və çox yaxşı vəziyyətdədir. Bu günləri bununla bir yerdə video çəkəcəyik. Məncə çox maraqlı olacaq və digər başqa bir neçə maşın da gəlməlidir. Onları gözləyirik hal-hazırda. Amma bu maşınlar da yəni deyərdim yetərlidir bizə. Çünki çox qəşəngdirlər. Yəni açıq deyim. Deməli bu maşında 36'da Qaqaş atasıyla bir yerdə bayaq drift eləyirdi. Maşın drift eləyən anda atası da içindəydi, yəni biləsiz. Burada 6-cı seriya var. Azərbaycanda mən bilən yoxdur. Varsa da görməmişəm. Yoxdur məncə. Varsa da görməmişəm. Nə deyirəm mən? Olsa da şeydir, pis vəziyyətdə. Bu vəziyyətdə mən bilən yoxdur. Olsa çoxdan çıxmışdım meydana. Salon zadı bəli, salon biraz cırıq elədi, nəysə. Amma belə ümumi cəhətdən çox qəşəng bir vəziyyətdədir. Burada M5 var buna. Bunun da prosta demişəm nömrəsini dəyişəcək. Deyəm bu nə nömrə? Dedim ay oğlansan ala, bunun nömrəsini də ki oğlansan dəyişməlidir. Yəni gələn videoda dəqiq görərik. Avtobus keçsin qarşıdan. M-dir, Yaponkadır. Periborondan görə bilərsiniz. Yəni M5 Mano çox dəli bir şeydir yəni. Başla. Burada da bir dənə Azərbaycanda var amma yəni çox da belə gözə batanlardan yoxdur da. 39 touringimiz var. Bu da Japondur da bu. Japondur da bu. Bu biraz yəni bunu dedilər çəkmə. Yəni burada bu maşını maşın yerinə qoymurlar. Biraz mırta biz də çəkək də. Səhərdən bizə sağ olsun ev yiyəsi. Ev yiyəsi
monitorinqimiz var, təkrar gedər. Ətraflı maraqlı bir videonu çəkirik indi. Prosta bunu vloqa salmaq üçün çəkirəm. Yəni biləsiniz ki, nə maşın olacaq. Görək, söz veriblər ki, axşama da bəlkə başqa maşınlar da olur, başqa BMW-lər də olur, onu çəkəcəyik. O bilmirəm vloqda olacaq yox. Bunun salonu çəkməmişəm, yaxşı çəkmədim, onu da göstərim. Həyatdır, yəni bu maşını mən bu dəqiqə buradakıların hamısının üstünə cumub bu maşını oğurlayıb getmək istəyirəm. Yəni elə o qədər mənə ləzzət elədi bu maşın. Kilometrajını çəkim, yəni sonra deməyin də nədir? Radnoy probeqdir. Mexanika M5 Momoru Recaro'lardakı gözümüzə girir, yəni öz başa düşdük. Hal-hazırda tərbiyə. მეგობარო, სურათები უნდა გადავიდე. თუ არ შეგაწუხებ ცოტა იქით გადაჭი.ანი. ესა ვიშო, შეიძლება